Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səviyyəsinin dəyərli izləyiciləri. Bugün ayın, may ayının, yenə də aprel yazmışam. May ayının 11-dən etibarən ölkə ərazisində hava şəraitinin dəyişilməsi ehtimalı var. Hal-hazırda bir sıra bölgədə hava şəraiti dəyişilib. Bakı və Abşeron yarımadasında və ümumən respublika ərazisində qısa olaraq başlıq deyim ki, uzun müddətli, hardasa bir 20 gün, 20-sinə dək 10 gün. Ola bilər ki, prosesdən sonra 15-20 günə qədər geçsin məsələ. Amma 10 gün havanın bir qədər sərin və yağıntılı olacağı gözlənir. Xüsusilə respublikanın, xüsusilə mən sizə deyim, biləsiniz, qərb bölgələrində, şimal bölgələrində və şimal-qərb bölgələrində yağıntıların bir qədər daha intensiv və güclü olması ehtimalı var. Bəzi bölgədə yağıntıların daha güclü leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur və Bakı-Abşeron yarımadasının günün bəzi saatlarında, xüsusilə gecə saatlarında, Mərkəzi Aran və digər bölgələrdə isə yağıntı ehtimalı var və həmçinin Bakı-Abşeron yarımadası bir qədər güclü küləklərin olması ehtimal olunur. Temperaturlar ötən günlərə müqayisədə bəzi ərazilərdə 10-15, bəzi ərazilərdə isə 5-10 dərəcə aşağı enəcəyi, nisbətən sərin hava şəraiti müşahidə olunacaq gözlənir. Ot biçilərin nəzərinə belə vaxtlarda ot biçdirmək məsləhət görülmür, əkin biçimimizə ziyan ola bilər. Bizi izləməyi unutmayın dəyərli dostlar, ətraflı məlumatlar və geniş məlumatlar sizinlə bərabər olacaq. Sizləri çox sevirik, yaxşı ki varsınız. Səhifəmizə və rəylərə və videolara like atsanız və öz şərhlərinizi yazsanız bizi sevindirmiş olarsınız.